Bu veriliş efirə dünən də çıxa bilərdi. Amma Müdafiə Nazirliyinin mətbuat mərkəzinin bəzi işçiləri əlindən gələn elədilər ki, bu veriliş efirə çıxmasın. Gah buna qoydular ki, bu veriliş Milli Ordunun əsgərlərinin əleyhinədir, gah buna qoydular ki, bu veriliş Ali Sovetinin sədrinin əleyhinədir və s. və s. Amma səbəb bir idi. Onlar bilirdilər ki, bu veriliş nəhayət xalqa çatdıracaq ki, nə qədər çətin də olsa bilməliyik. Şuşa ayın 8-dən ermənilərin əlindədir. Mən də istəyərdim. Onlar 2 gün ərzində dediyi yalan doğru olsun. Güya Şuşanı qaytarmışım. Amma hələlik bu belə deyil. Başqa şairlər barədə axır günlər Müdafiə Naziri Rəhim bəy Qaziyevdən gəzir. Biz isə əsas öz borcumuzu şairlərlə, yalanlarla, dezinformasiya ilə mübarizə aparmaqda görürük. Ona görə də mən bir gün Azərbaycan Müdafiə Naziri Rəhim bəy Qaziyevlə görüşdüm. Üzr istəmək istəyirəm, mən deyə bilmərəm harada görüşdük. Yalnız bir şey deyə bilərəm, görüşdüyümüz yer cəbhə idi. Amma mən hər bir cəbhəni nəzərdə tuturam. İndi Respublikada həddindən artıq çox şayiələr gedir. Mənim haqqımda, mənim güyəki qaçmağım haqqında, Şuşanın verilməsi haqqında, bunların hamısı vaxtında açılacaq və Şuşa necə qorunub və Şuşanın qorunması üçün orada hansı imkanlar yaradılıb, xəyanətkar qüvvələr orada kimlər olub, bunların hamısı açılacaq. Mən dəfələrlə qarşısında çıxış elədiyim xalqa bir şey deyə bilərəm. Mən həyatımla bu xalqa borcluyam. Heç yerə qaçmaq, heç yerə gizlənmək fikrim yoxdur. Qələbəyə də inanıram. Amma bu şərtlə ki, bu günləri siyasi alverçilər alveriş etsin. Cəbhədə silahını qoyub qaçıb, namusunu, qeyrətini satanlar qeyrətə gəlsinlər və tezliklə hər şeyin nəticəsi üzrə olacaq. Rəhim bəy, elə bu barədə mən istəyərdim öyrənim. O silahı qoyub qaçanlar və s. Nə vaxt bunlara qarşı bir tədbir? Dünəndən rəsmi əmr imzalamışam və mətbuat mərkəzi də verməlidir onu. Mən çünki televizora, radioya baxmağa imkanım yoxdur. Sərhəd rayonlarına hər dəqiqə bir yerdə vuran 5 dəqiqədən sonra başqa yerə gedirəm. Əlimizdən nə gəlir onu təşkil edirik və eləyəsiyik də. Amma mən əmr vermişəm. Güllələnsin, fərarı. Dünən, sırağa gün, Xocalı bizdə olmalıydı. 4 kənd alınıb, hərəsi bir keçəyin qulağından tutub, vicdansız, bir şərəf, bir namus, bir qeyrət insanlar mövqeyi tutub, qoyub qaçıblar. Nizami ordu qısa müddətdə yaratmaq mümkündür, boş yerdə. Amma yenə də mən qələbəyə olan ümidim 1% də olsa azalmayıbdır. Azalmayıb, mən onu xalqa deyirəm. Amma xalq alverçilərin qarşısını alsın, siyasi alverçilərin, şaya yayanların. Heç yerə mən qaçmayacağım, heç kimlə. Ailəm də yerindədir, anam da yerindədir, bacım da, uşaqlarım da. Heç kimlə, heç vaxt gizlənməmişəm. Çünki mən ömrü boyu namusumla çalışmışam və namusumla da çalışacağım. Qanımı töhməklə də mən onu ispat edəcəm. Amma imkan versinlər. Qələbə var. Qələbədə, müharibədə bütün Azərbaycan xalqı iştirak eləməlidir, dövlət iştirak eləməlidir. Kimiz hakimiyyətə gətirilməsi uğrunda ləyaqətsiz, şərəfsiz mübarizə getməməlidir. Bax, budur mənim deyəcəyim söz. Ailə heç də demək istəmirəm. Və mən öz işimlə göstərəcəm onu. Göstərəcəm, qeyrətdə olanlar çoxdur. Onlardan Yevlaxda da var, Ağdamda da var, Gəncədə də var, Laçında da var. Mən heç kimə özümü təmizə çıxartmaqdan da heç bir bəraət qazandırıcı söz demək istəmirəm. İşimlə göstərəcəm, ya həyatımı verəcəm. Qələbəmiz olacaq. Qələbəmiz olması üçün bu günlər bütün söz-söhbətlər kəsilməlidir. Bütün oyunlar kəsilməlidir. Dövlət dövlətlə müharibə aparar. Bir adam, bir nazirlik yox. Özdə heylət 4 il hazırlaşmış dövlətinə, arxasında o qədər diaspora olan dövlətinə. Mən o da olsam özümü yandıraram. Mən ayrı söz demək istəmirəm. Xalqa son sözüm odur. Qələbə olacaq.